Deməli, cümlənin məqsəd və nə? İntonasiyaya görə nəyi? Görə növləri. Məqsəd və intonasiya deyəndə nəyi başa düşürük? Nəyi anlayırıq? Yəni, bu nə deməkdir? Cümlənin necə növ olmuş olacaq burada? Çünki sadə cümlənin iki cür növlərini keçirik. Bir, məqsəd və intonasiyaya görə növlərini, Adil müəllim. Bir də şəxsə görə növlərini. Məqsəd və intonasiya deyəndə bunu başa düşməliyik ki, baxın, hal-hazırda mən sizə danışdığım cümlələr məlumat xarakterli, informasiya yüklü cümlələrdir. Nəqli xarakterlidir. Nəql nə deməkdir? Ərəb dilində nəql etmək, nağıl, danışmaq, təhkik eləmək. Bu cür cümlələr var, məlumat vermək xarakterli. Ev tapşırığını verəndə nə edirəm? Əmr cümlələrindən istifadə edirəm. Düzdür? Və yaxud da hansınızdansa nəsə danışanda, məsləhət verəndə, məsləhət, xahiş, təklif, əmr, bunlar hamısı əmr cümləsinin içərisində gedir. Dərsi soruşanda daha çox sual cümlələrindən istifadə edirəm. Elədirmi? Bir də hər hansı bir həyəcanla bir şey danışırıqsa və yaxud da hansı bir cümləni fərqli bir situasiyada həyəcanla tələffüz eləyəndə də bədəlova nə olur? Nida cümlələri olmuş olur. Bildik, yəni məqsəd və intonasiya edəndə nə başa düşülür? Hikmət. Ona görə məqsəd və intonasiyaya görə cümlənin 4 dənə növü var. Birinci, nəqli cümlələr. Ki, dilimizdəki cümlələrin əksəriyyətini nəqli cümlələr təşkil edəmiş olur. Nəqli cümlələr xəbər olaraq uşaqlar həm feili xəbərli olur, həm ismi xəbərli olur. Yəni, bildiyimiz təsriflənən feillər, əmr şəkli xaric, hansı işlənəcəksə, o cümlə nəqli cümlə sayılacaq. Təsriflənən feillər və ismi xəbərlər, yəni isimlə, sifətlə, sayla, əvəzliklə, nə ilənsə ifadə olunacaqsa, bu cümlələrdə nəqli cümlə sayılacaq. Əvvəlki proqramlarda vardı tək tərkibli cümlələr, cüt tərkibli cümlələr, indi ehtiyac yoxdur. Deməli, hər hansı bir nəqli cümlə deyək. Məsəl üçün, səydə dərindən kök sötürdü. Kök sötürmək nə deməkdir? Ah çəkmək. Düzdürmü? Hansı şəkildədir? Feilin xəbər şəklindədir. Düzdür? Demək ki, bu cümlə olacaq nəqli cümlə. Və yaxud da deyirəm ki, Əli yaxşı insandır. İnsandır kim? Əli. Bildik ki, Əli insan imiş. Sadəcə nə var? İsmi xəbərdir. Əlinin yaxşı insan olduğunu xəbər verdik. Olacaq nə? Nəqli cümlə. Başa düşdünüzmü? İndi cümlələrdə bir məsələ var uşaqlar. Geniş cümlələr var. Bir də müxtəsər cümlələr var. Düzdür, bunlarla da bağlı axır vaxtlar çox sual düşmür. Amma baxmaq lazımdır ki, geniş cümlə nədir? Geniş cümlə həm baş üzvlər, həm də ikinci dərəcəli üzvlərin iştirak etdiyi cümlələrdir. Müxtəsər cümlələr isə yalnız baş üzvlərin iştirak etdiyidir. Yəni, burada ikinci dərəcəli üzvlərin və baş üzvlərin hamısının iştirak etməsinə gərək yoxdur. İndi bu kondisionerlərimizi kodlayaq. Məsəl üçün, deyirəm ki, Vasif diqqətlə dərsi dinləyir. Nə olacaq? Dinləyir kim? Vasif. Nəyi dinləyir? Dərsi. Nə tərzdə dinləyir? Diqqətlə. Həm baş üzvlər oldu, həm ikinci dərəcəli üzvlər oldu. Necə olacaq bu cümlə? Geniş cümlə olacaq. Dərsdə çalışın, fikriniz ora-bura getməsin, qulaq asın. Yalnız baş üzvlər, deyirəm ki, baxın, artıq səhərdir. Sizcə bu cümlə genişdir, müxtəsər? Və nədir bu? Şeydən, kosmosdan gələn cümlədir. Səhərdir, artıq da ki, ədatdır. Sadəcə baş üzvdən ibarət oldu. Bəs dedim, axı, qarışdırmayaq. Baş üzvlərin ikisi də iştirak eləyə bilər, sadəcə biri də iştirak eləyə bilər. Geniş cümlələrdə də həmçinin elə ola bilər, bax. Deyirəm ki, mənə diqqətlə qulaq asın. Düzdür, bu nəqli cümlə olmadı, amma fərqi yoxdur. Qulaq asın, nə tərzdə? Diqqətlə kimə? Mənə. Bax, sadəcə nə var? Xəbər var. Mübtəda yoxdur. İndi bu geniş cümlə olmayacaq. Olacaq, yəni.
əsas məsələ odur ki, baş üzvlərdən biri də iştirak eləsə, bəs eləyir. Yəni sadəcə deyək ki, xəbərdirsə olacaq müxtəsər cümlə. Mübtəda və xəbərdir. Məsəl üçün İsmail oxuyur. Oldu müxtəsər cümlə. Geniş cümlə olması üçün İsmail dərs oxuyur. Bir dənə ikinci dərəcəli üzv varsa bəs eləyir geniş cümləsi olmaz. Geniş cümlə olmasın. Və yaxud da dərs oxuyur. Yenə də geniş cümlədir. Bir dənə baş üzv var, bir dənə də nə var? İkinci dərəcəli üzv var. Oldu? Başa düşdünüz uşaqlar? Banu, Selcan. İkinci dərsdən yəqin belə meyit kimi baxırsınız üzümə. İkinci cümlə. İkinci cümlə. Sual cümlələrdir. Sual cümləsi nədir? Sual verib cavab tələb edən, cavab almaq məqsədi ilə işlətdiyimiz cümlələrdir. Ki, sual cümlələri 3 tür bölünür, 3 yerə ayrılır və sual cümlələrinin sonunda nə qoyulur? Sual işarəsi. Birinci, sual əvəzlikləri ilə. Məsəl üçün, kimi axtarırsan? Nəylə yarandı bu cümlə? Sual əvəzliyi ilə. Və yaxud da deyirəm ki, adın nədir? Nihal. Nihal. Nə oxuyursan? Cümlə nə ilə meydana gəldi? Adil. Və yaxud da Adil hara gedir? Belə bir cümlə deyirəm. Baxın, hamısının müəyyən bir cavabı var. Düzdürmü? Hara, nə, kimi. Bunlar sual əvəzliyidirsə, mütləq şəkildə nə tələb eləyir? Həmən əvəzliyin qarşılığında onun cavabını tələb eləyəcək. Başa düşdünüz? İkinci, sual ədatları ilə. Nə olacaq? Bəs mən görmədim. Nə olacaq buradakı bəs? Məgər dərsə qulaq asmırdın? Nə olacaq? Məgər sual ədatından. Deyirəm ki, Adil də gəldi mi? Cümlə nə ilə düzəldi? Sual ədatı ilə mi? Sual ədatı. Başa düşdünüz? Başa düşdünüz ki, nə ilə meydana gəldi? Sual ədatı. Elədir mi? Məsəl üçün, Şahzadə, niyə gülürsən? Niyə gülümsüyürsən deyəndə nə ilə yaranacaq bu cümlə? Sual əvəzliyi ilə yaranacaq Şahzadə. Məsələn, Şahzadə, toyda nə yedin? Nə ilə yaranır bu cümlə? Sual əvəzliyi ilə yaranır. Bəs bizə nə gətirdin? Bu cümlə nə ilə yaranır? Hər ikisindən. 3. Sual intonasiyası. Sual intonasiyası yarananda, uşaqlar, bu intonasiya ilə yarananda nə sual ədatı olur, nə sual əvəzliyi olur. Normal bildiyimiz nəqli cümlələrin və yaxud da bəzi əmr cümlələrinin son sözünün son hecasını biraz fərqli şəkildə tələffüz edirik. Məsəl üçün, deyirəm ki, nədir bu qızın adı? Selcan dərs oxuyur. Baxın, bildiyimiz nəqli cümlədir. Sual qoyanda olacaq sual cümləsi. Amma intonasiya dəyişəcək. Selcan dərs oxuyur. Görürsünüz? Son hecasını fərqli şəkildə. Yasəmən Selcanla dostluq edir. Nəqli cümlədir. Xəbər verdim sizə. Suala çevirəndə nə edəcəyik? Sual işarəsini qoyacaq. Olacaq sual. Selcanla dostluq edir. Diqqətlə baxan Əlidir. Suala çevirəndə nə edəcəyik? De görün mayda bu cümləni. Ay Allah. Diqqətlə baxan Əlidir. Başa düşdünüz? Yox, ayağıdır. Bu formada oldu sual intonasiyası ilə düzələn cümlə. Uşaqlar, normalda əmr şəklində olan feillər var. Əmr şəklini, əmr cümləsini keçəndə deyəcək. Birinci və üçüncü şəxsləri də, yəni əmr şəklindən ifadə olunanda sual cümləsinə çevirmək olur. Bax, mən oxuyum. Normalda əmr cümləsidir.
Suala çevirə bilirikmi? Mən oxuyum. Gördünüzmü? Sən oxu. Suala çevrilmir. İkinci şəxs yadınızda qalsın. Əmr şəklində ikinci şəxs heç vaxt sual olmur. Dərsinizi oxuyun. Suala çevirə bilmirik. Dərsinizi oxuyun. Olmayacaq yəni. Onlar dərslərini oxusunlar. Bu olacaq əmr cümləsi. Bunu çevirəndə sual cümləsinə əmələ gələcəkmi? Onlar dərslərini oxusunlar. Demək ki, olur. Çünki testdə bununla bağlı sual düşəcək. Qarşılaşacaqsınız. Şöyle, bir də nə var? Kompleks sual cümlələri var. Kompleks sual cümlələri. Nə deməkdir? Burada həm sual intonasiyası var, onsuz da bütün cümlələrin hamısında sual intonasiyası var. Həm sual ədatı var, həm sual əvəzliyi var eşkin. Məsəl üçün, bəs sən niyə gəlmədin? Nə var burada? Bəs sual ədatı. Niyə? Sual əvəzliyi. Zaten sual intonasiyası da öz-özlüyündən çıxmış olur. Nə oldu? Oldu kompleks sual. Oldu mu? Bir də ritorik sual cümlələri var. Buna nə deyirlər həm də? Bədii sual cümlələri. Ritorik sual cümləsi. Ritorik sual cümləsi cavab tələb etmir uşaqlar. Burada biz üslubları keçəndə demişdik. Nə məqsədi ilə işlənir bu cümlələr? İfadəlilik məqsədi ilə işlənilir. Məsələn, heç dərsdə də yatarlar. Görürsünüzmü? Dərsdə yuxulayan hər hansısa bir uşağa müəllimin dediyi söz. Əslində dərsdə yatmazlar deməkdir. Amma heç dərsdə də yatarlar. Abala, dərsə də 40 dəqiqə keçmiş gələrlər. Əslində gəlməzlər deməkdir, amma gələrlər. Gecə saat 3-ə qədər telefonla oynayarlar. Heç böyüyün üzünə ağ olarlar. Görürsünüzmü? Bunlar hamısı normalda bildiyimiz cümlələrdir. Kimlərəsə öğüt nəsihət xarakterli verilən cümlələrdir. Düzdür? Amma biz onları nə edirik? Sual işarəsi ilə cavab tələb etməyərək fərqli bir qüvvəyə mindiririk. Bir ifadəlilik yaradırıq bundan. Buna həmçinin deyirlər bədii sual cümlələri. Oldu mu? Nə gözəl. Üçüncü, əmr cümlələri. Şolar, əmr cümləsinin xəbəri yalnız əmr şəklində olur. Başqa heç cür. Baxın, əmr kimi səslənə bilən digər şəkillər var. Dərslərini oxumalısan, yazılarını yazmalısan. Nə olursa olsun evə tez gələrsən. Bax, görürsünüz, əmr xarakterli çıxmış olur. Amma bunların heç bir əmr cümləsi deyil. Əmr cümləsi olması üçün ədatda keçəndə demişdik, yadınıza gəlirmi? Məsələn, ha ədatının ha əmr ədatı olması üçün olması lazımdır. Əmr şəklində olan feillə işlənməsi lazımdır. Başa düşdünüzmü? Məsəl üçün, dərsi vaxtında neynə? Oxu. Və yaxud da dərsi vaxtında oxuyun. İkinci şəxsin həm təkində, həm cəmində olan əmr cümləsi. Əmr cümlələrindən daha çox nələr işlənmiş olur uşaqlar? Əmr ədatları işlənir. Oldu mu? Burada da diqqətli olmaq lazımdır. Dərsi vaxtında oxuyun. Və yaxud da gedim sənə çay gətirim. Bax, özüm özümə əmr verirəm. Mən gətirim, mən gedim sənə çay gətirim. Düzdür? Və yaxud da sükanı belə saxla. Nə olacaq? İkinci şəxsə aid əmr şəkli. Burada bir dənə əmr ədatı qoya bilirik. Vaxtında yola çıxın. Nə olacaq? Yola çıxın. İkinci şəxsin əmri. Də nədir? Əmr ədatıdır. Oldu. Bax, bu işə qol qoymayın. Ha, nə oldu? İki dənə əmr ədatı oldu. Bax da işləndi, ha da işləndi və qol qoymayın deyə ikinci şəxsə aid olan nə oldu? Əmr şəklində olan bir feil oldu. Frazoloji birləşmə oldu. Başa düşdünüz, əmr şəklində olmaq nə deməkdir? Əmr cümləsinin yaranması nə deməkdir? İndi hər əmr şəklində, xəbərə əmr şəklində olan cümlə əmr cümləsi mi olur? Xeyr. İndi baxaq.
Əmr şəkli ilə 3 cür cümlə yarana bilir. Birinci, əmr cümləsi yaranır ki, bu əmr cümləsinin sonunda nöqtə işarəsi qoyulur. Məsəl üçün, nə ola bilər eşqin? Eşqini döyməsinlər. Onu incitməsinlər. Döyməsinlər. Nə olacaq? Üçüncü şəxsin cəminə aid xəbər və əmr cümləsi. İkinci, sual cümləsi yarana bilir. Bayaqlarım dedikmi sual cümləsi? Nə olacaq? Birinci və üçüncü şəxslərə aid olaraq. Şəxslərə. Eşqini döyməsinlər. Bax, gördünüzmü, nə edirik? Orada sual işarəsini qoyduğumuz təqdirdə bu əmr şəklində olmasına baxmayaraq cümlə olacaq sual cümləsi. Oldu mu? Sənə su versinlər. Su versin. Əmr şəkli. Amma intonasiyasını dəyişdiyimiz su nə olacaq? Sual cümləsi olacaq. Yadınızda qalsın. İkinci şəxsin təki də, cəmi də əmr şəkli olaraq sual cümləsinə çevrilə bilmir. İkinci şəxsin təki də, cəmi də sual cümləsinə çevrilə bilmir. Üçüncü isə nida cümləsidir. Nida cümləsində heç fərqi yoxdur uşaqlar. Hər hansısa bir cümlənin sonuna belə hazırı nəzri bir cümlədir da. Nə yoğurur, nə yapır, hazırca nida tapır. Sonda nida işarəsini qoyursan, olur nə? Nida cümləsi. Məsəl üçün, Vasif, yatma ifadəsi əmr cümləsidir. Amma biz bura nida qoyanda bu nida cümləsi olur. Oldu Vasif? Murad, diqqətlə qulaq as. Nida, nə oldu? Nida cümləsi. Nigar, dırnağını yemə. Nə olacaq? Nida cümləsi. Başa düşdünüz? Əli. Allah köməyin olsun. Və sonda nida cümləsi var uşaqlar. Nida cümləsi isə fərqli hissəyəcan qatılan cümlələrdir. Yəni nida cümləsinin xüsusi bir özəlliyi yoxdur. Sadəcə nədir? Nida cümləsinin sonunda yalnız nida işarəsi qoyulmuş olur. Və nida cümlələrində nidalardan istifadə edirlər. Bax, bu da testdə indi qarşınıza çıxacaq. Nidalardan istifadə olunur. Hər nida, yəni köməkçi nitq hissəsi olaraq nida, işlənən cümlə nida cümləsi sayılarmı? Sayılmayacaq, yəni indi görəcəksiniz. Hansı nida cümləsinin yaranmasında nidalardan istifadə olunubdur deyəndə, məsəl üçün, keçən günlər bir də geri qayıtmaz. Deyək ki, belə bir cümlə var. Nida verilibdir, amma nə var burada? Nöqtə qoyulubdur. Oldu mu? Və yaxud da nidalardan istifadə olunaraq düzələn nida cümləsi sonunda nida işarəsi qoyulsa baxacaq ki, nida cümləsidir və burada nə var? Var, təəssüf bildirən deyək ki. Elə deyilmi? Buna baxmaq lazımdır. Normal hər hansısa bir nəqli cümlə. Məsəl üçün, Səidə dərs oxuyur. Bax, evdə görünməyən bir məsələdir. Səidə dərs oxuyur. Hamı gördü ki, Səidə dərs oxuyur. Həyəcanlandılar və bunu bir-birinə xəbər verirlər. Səidə dərs oxuyur. Başa düşdünüz? Əli dərsi vaxtında gəlib. Əli testdən yüksək nəticə alıb. Görülməmiş bir şey daxil da, bildinizmi? Əli testdən yüksək nəticə alıb. Və sonunda nida bu cümlə nə oldu? Nida cümləsi oldu. Elə rəhlə. Sən də qoşa bilər yorum. Sonra nə ola bilər? Bayaqlarım dedik, hər hansı bir əmr cümləsinin sonunda nida işarəsi qoyuldu. Yenə oldu nida cümləsi. Bəs sual cümlələrindən olmuş olur. Deyirəm ki, Əli dərsə hazır gəlib. Baxın. Hazır gəlib. Sualdır. Amma Əli heç vaxt dərsə hazır gəlməyən uşaq birdən-birə dərsə hazırlıqlı gələndə adamı şoka salır. Və istər-istəməz keçirsən bədii suala və həyəcanlandığın üçün bir dənə də nida qoyursan olur nida cümləsi. Əli dərsə hazır gəlib. Uydu. Dünyanın axırıdır ki. Qiyamət əlaməti. Başa düşdünüz? Sual cümlələri nida cümləsini çevirəndə nə olur? Nə olur Maydə? Sualdan sonra nida işarəsi qoyulur. Oldu mu? Niyə vaxtında yatmırsan? Sual. Bir də bunu hisslənərək uşaqdan soruşanda, danlı bir də nida qoysan nə olur? Nida cümləsi olur. Başa düşdünüz? Artıq bu tip cümlələr sual cümləsi olmaqdan çıxır. Olur nida cümləsi.
Yaxşımı? Sualınız var uşaqlar? Sual işarəsi qalır, mütləq şəkildə qalır. Bu cür. Bu da bizim cümləmizin məqsəd və intonasiyaya görə növləri. Vəssalam. Necə? İsmail həll eləyəcək.